şəhər inkişaf etməlidir, ancaq planlı şəkildə. Və bundan sonra da müasir memarlıq Bakının qədimliyini, o qədim tarixi simasını pozmamalıdır. İlham Əliyevin bu çıxışının üzərindən nə az nə çox düz 4 il keçib. Amma bugün xüsusi dövlət mühafizəsi altında olan ərazidə etirazlara baxmayaraq, evlər sökülüb dağıdılır, lakin dövlətin başında duranlar lazım bilib buna reaksiya vermirlər. Məsələn, Lev Tolstoy küçəsi 89 ünvanında yerləşən 1887-ci ildə inşa edilmiş tarixi binanın bir hissəsi və Əlövsət Quliyev küçəsi 36 ünvanındakı 130 illik tarixi olan ev sökülüb. Yeri gəlmişkən, Bakıda tarixi binalar söküldüyü bir vaxtda vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev fondunun dəstəyi ilə Vatikanda Müqəddəs Pyotr Bazilikasında həyata keçirilmiş bərpa işləri ilə tanış olurdu. Prezidentin imzaladığı Bakının baş planında Nizami küçəsi ilə Mirzağa Əliyev, Azərbaycan prospekti ilə Mirzə Fətəli Axundov küçələrinin arasındakı ərazini əhatə edən Bayır şəhər və Təzəpir məscidinin ətrafı xüsusi mühafizə zonası kimi göstərilib. Buradakı söküntü işlərinə həm də tarixi abidələrin qiymətləndirilməsindən məsul olan AMEA-nın yekun rəyi verilmədən başlanıb. Bəzi binalar 2019-cu ildə tarixi bina kimi restavrasiya olunsa da, indi qapı divarları digər söküntüyə gedəcək evlərlə birgə işarələnib. Hələ şəhərin müxtəlif hissələrini birləşdirən yeraltı tunelləri demirik. Tarixə qarşı bənzər yanaşma prezidentin ailəsinə məxsus Paşa Holdingin 2009-cu ildə Four Seasons otelini tikdiyi zaman da baş vermişdi. İçəri şəhərin düz kəndarında qazıntı işləri aparılarkən tarixi yeraltı tunel aşkarlanmışdı. Bu tunelə giriş betonla qapadıldı, üzərində isə 5 ulduzlu otel tikildi. Bununla yanaşı 1800-cü illərə aid 30 ev də sökülmüşdü. Halbuki içəri şəhər UNESCO tərəfindən Dünya Mədəni İrsinin siyahısına daxil edilib və həmin illərdə 1-ci vitse-prezident Mehriban Əliyeva bu qurumun xoşməramlı səfiri idi. İnsafən deyək ki, 2019-cu ildə içəri şəhərdə qala divarlarına bitişik tikintilər həyata keçirildiyi zaman sosial narazılığın fonunda vitse-prezident Mehriban Əliyeva əraziyə gəlib nə baş verdiyi ilə maraqlanmışdı. Amma bu yaxınlarda qala divarı uçanda birinci xanımı orada görmək mümkün olmadı. Müstəqil memarlar qala divarının restoran buxarına görə dağıldığını desələr də, rəsmi qurumlar bunu yağan yağışların boynuna atdılar. Bəs etiraz və ictimai qınaq necə? İşə yarayırmı? Tarixi binaların sökülməsinə etiraz edən yerli sakinlərlə birgə ictimai fəallar, memarlar, incəsənət adamları da təzyiqə məruz qalırlar ya da həbslə üzləşirlər. Məsələn, Bayır şəhərdəki söküntüləri tənqid edən tanınmış repçi Elşad Xose xırda xuliqanlıqda və polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda ittiham olunaraq inzibati qaydada 15 sutka həbs edilmişdi. Problem təkcə tarixi binaların sökülməsi ilə bitmir. Eyni zamanda 10 illərdir Bakıda söküntülər zamanı davam edən əmlakçı ilə dövlət və özəl şirkətlər arasındakı qiymət, təklif olunan yeni yaşayış sahəsi və ya onun ərazisi ilə bağlıdır. Elə hakimiyyətin nəzarətində olan mediada problemləri daha çox bu çərçivəyə salaraq söküntü işlərini qaçılmaz hal kimi göstərir. Məsələyə tarixi irsin qorunması yox, daha çox daşınmaz əmlak bazarı prizmasından yanaşır. Rəsmi məlumata görə, sakinlərə köçmək üçün mənzillərin hər kvadrat metrinə 2700-3000 manat aralığında ödəniş təklif edilib. Lakin sakinlər bu məbləği qənaətbəxş hesab etmirlər. Çünki verilən kompensasiya ilə şəhərin mərkəzində öz yaşadıkları yerin yaxınlığında qiymətlər 2 dəfə baha olduğuna görə həmin ərazidən mənzil almağın mümkün olmadığını deyirlər. Digər tərəfdən isə bu ərazidə yaşayan sakinlərin bir qisminin yaşadığı evin sahəsi 20-30 kvadrat metr olduğundan təklif olunan qiymətə ev ala bilmirlər. Bu bir yana, uşaqlıqdan bu yerlərdə böyüyənlərə, ömrünü bu məhəllələrdə keçirənlərə, hətta rayona köçmək belə təklif olunub. Я сама коренная бакинка, я выросла здесь. Я когда говорю, что это мне маленькая сумма, они говорят, хочешь бери эти деньги, хочешь не бери эти деньги. Мы тебя отсюда выселим любым способом. Я говорю, а где я куплю на эту сумму, на 50 тысяч? Я где куплю на 50 тысяч манат? Они мне говорят, в Шамахы. Hüquqşünaslar hesab edirlər ki, qanunsuzluq qiymətləndirmə prosesində baş verir və mülkiyyətçiyə öz əmlakının qiymətini bazar qiymətlərinə uyğun təmin etmə haqqı tanınmır. Söküntünü həyata keçirən tərəf isə qiymətləndirməni obyektiv deyil, öz maraqları çərçivəsində həyata keçirir və sökülən ərazidə mənzillərin qiyməti aşağı göstərilir. Milli Məclisin deputatı Zahid Orucun bir neçə il əvvəl bu haqda verdiyi açıqlama
daha çox vətəndaşın qarantı olan dövlətin yaxasını məsuliyyətdən kənarda saxlamağa bənzəyirdi. O, Azadlıq Radiosuna demişdi ki, problem vətəndaşlarla tikinti şirkətləri arasındadır. Stat: Məsələni siyasiləşdirmək və onu anti-hakimiyyət propagandasına çevirmək mövqeyi hakim kəsilir. Bu da təəssüf doğurur. Burada sadəcə məhkəmə sistemi daha operativ və düzgün qərarlar çıxarmalıdır. Statın sonu. Bayır şəhərdə yaşayan 31 narazı sakin Bakı Şəhər İcra Hakimiyyətinə qarşı Bayır şəhərin sökülməsi barədə sərəncamın ləğvi üçün məhkəməyə müraciət etsə də, məhkəmə onların şikayətini təmin etməyib. Sakinlərin öz evlərini tərk etməyə məcbur qalmaları üçün söküntü aparan qurum evləri qəzalı vəziyyətinə gətirir. Vətəndaşların özəl mülkiyyətə dair əllərində olan dövlət sənədi olmasına baxmayaraq, xəlvətcə gecə saatlarında evlər sökülür, hətta yandırılır. Əraziyə qazın, suyun və elektrikin verilməsi dayandırılır. Sakinlər deyirlər ki, bütün bunları icra hakimiyyəti qurumları polislə birgə dövlət adından həyata keçirir. Təsəvvür edirsiniz ki, körpə südəmər uşaq az qalsın tüstüdən boğulsun, şahidlərin danışdığına görə deyirəm. Bunlar başa düşməyiblər gecənin yarısı nə baş verdiyini. Bir də görüblər ki, boğulurlar, tüstü hər yeri bürüyüb, qaçmağa çalışıblar və o körpə 3 uşaqla deyir, körpə uşağı yataq paltarında elə qaçırdı, qonşular uşağı elə aparıblar evlərinə ki, uşaq donub ölməsin, soyuq qışdır. Evləri dağıdılmış sakinlərin və Bayır şəhərin abidə kimi qorunub saxlanılması üçün bir qrup memarın prezident aparatına göndərdiyi müraciətə isə Yasamal rayon icra hakimiyyəti cavab verir və bildirir ki, həyata keçirilən işlər, stat, mövcud şəraiti yaxşılaşdırmaq məqsədi daşıyan yenidən qurma və abadlıq işləridir. Statın sonu. Müxalif qüvvələrin Milli Şurasının sədri tarixçi alim Cəmil Həsənli isə deyir ki, Bayır şəhərdə həyata keçirilən söküntülər qanunların aliliyinə əməl olunmamasından daha çox siyasi qərarla bağlı haldır. Şəhərin genişlənməsi yeni tikililər hesabına olmalıdır. Köhnələrin uçurdulması hesabına olmamalıdır. Və ikinci bir tərəfdən bu xüsusi mülkiyyətə qəsddir. Bizdə məhkəmələr işləmir. Məhkəmələr ölkədə hazırki hakimiyyətin əlində bir cəza vasitəsidir. O istəyir mülkiyyətə münasibətdə olsun, istər insan hüquqlarına münasibətdə olsun, istər rejimin qorunmasına münasibətdə olsun. Yəni, faktiki olaraq Azərbaycan məhkəməsində konstitusyon prinsiplər işləmir. Və məhkəmələr devləti, qanunu qorumaqdan daha çox hakim rejimi qoruyan bir aparata çevrilir. Məhkəmə qərarlarına gəlincə, Azərbaycan Avropa Məhkəməsinə mülkiyyət hüququ pozuntusuna görə ən çox şikayət göndərən ölkələrdən biridir. Yerli instansiyalarda ədalətli qərar əldə edə bilməyən vətəndaşlar ən son ümid yeri kimi üzlərini bu quruma tuturlar. Bayır şəhər sakinləri bəlkə də 10 il sonra fiziki və mənəvi zərərə görə kompensasiya alacaqlar. Amma dağılan tarixi irsin kompensasiyasını heç nə ilə ödəmək mümkün olmayacaq. Bir sözlə, hökumət 2026-cı ili Azərbaycanda şəhərsalma və memarlıq ilə elan edib. Artıq bununla bağlı tədbirlər planı da təsdiqlənib. Ümumdünya məskunlaşma günü keçiriləcək, Ümumdünya şəhərsalma forumu təşkil olunacaq. Amma Bayır şəhərlilərin gözü ilə baxsaq, 2026-cı il onların xatirəsində daha çox şəhər sökmə ili kimi yadda qalacaq.